Bir daha xoş gördük. Sintaktik əlaqələr haqqında bir neçə məlumatlara baxacağıq. Deməli, sintaktik əlaqələrin bildiyimiz kimi iki növ var. Tabeəsizlik əlaqəsi, tabelilik əlaqəsi. Tabeəsizlik əlaqəsindən qısa bir məlumata baxacağıq. Demək, bizə tabeəsizlik əlaqəsi deyirsə və yaxud da ki, test qrammatikada bu formada düşür ki, hansı cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə olunur. Deməli, burada düşüb tabellik əlaqəsi, uzlaşma, idarə, yanaşma axtarmağa gərək yoxdur. Qısa və konkret. Baxırıq, ya həmcinsiz tapırıq, həmcins üzv, ya da tabesiz mürəkkəb cümlə. Vəssalam. Da bu suallar düşəndə görürsən ki, bəzi şagirdlər götürüb uzlaşma, idarə axtarır, hə, burada bir uzlaşma var. Bizə deyir ki, sintaktik əlaqənin hər iki növündən istifadə olunur. Biz də bilirik ki, tabeəsizlik əlaqəsi ya bərabər hüquqlu, yəni həmcins sözlər arasında olur, ya da tabeəsiz mürəkkəb cümlə arasında. Biz o cümləni tapsaq, həmcins sözü işlənən və yaxud da ki, tabeəsiz mürəkkəb cümlə. İlla ki, orada tabelilik əlaqəsi var da. Yəni bir cümlədirsə, orada mübtəda xəbər və yaxud da təyindən hansısa bir üzv, hər hansı bir üzv varsa, mütləq orada tabelilik əlaqəsi onsuz da var. Deməli, qısa yolumuz odur ki, baxırıq ya həmcinsiz, ya da tabesiz mürəkkəb cümlə. Bu ikisindən biri varsa, deməli, sintaktik əlaqənin hər iki növündən istifadə olunur. Bu qədər sadə.